Son illər Azərbaycanda boşanmaların sayı sürətlə artır. Gənc ailələr hələ həyatın əvvəlindəykən yollarını ayırır. Cəmiyyət isə günahı çox vaxt sosial şəbəkələrdə, xüsusən də TikTokda görür. Bəs doğrudan da problem telefondadır, yoxsa bizim görmədiyimiz daha dərin səbəblər var? TikTok həqiqətən ailəni dağıda bilərmi? Bölgə TV bildirir ki, məsələ ilə bağlı psixoloq Vüsalə Rüstəm artan boşanmaların kökündə yalnız sosial şəbəkələrin dayanmadığını bildirib. Onun sözlərinə görə TikTok çox vaxt günah keçisi kimi təqdim olunur. Əslində isə problem ailə qurmadan əvvəl yaranır. Boşanmaların sayı sürətlə artır. Sosioloq və psixoloqların hər biri öz münasibətini bildirir. Tövsiyə verir, proses yenə də səngimir. Gənc ailələrin hələ yolun başındaykən yollarını ayırması təəssüf doğurur. Bunu da öz səbəbləri var. Yaxın keçmişdə valideynlər oğlunun və qızının evlənəcəyi adamın nəslini, kökünü öyrənir. Adam haqqında səhih məlumatlar toplayırdılar. İndi isə İlk baxışdan xoşlandığı insanı sevdiyini zənn edib evlənmək təklif edirlər. Cütlüklər bir-birinin xarakteri haqqında dəqiq məlumatlar olmur. Kobud səslənsə də bir-birini aldadırlar. Ailələrin uyğunluğu isə ümumiyyətlə oxşar olmur. Biri sərt qayda qanunlu bir evdə, digəri isə öz başına böyüyür. Evlilikdən sonra artıq bütün qüsurlar üzə çıxır. Kişi çox mülayim görünüb anlayışla qarşıladığı qadını evə qapadır. Zor tətbiq edir, şəxsi əşyalarına toxunmamaq əmri verir. Bütün azadlığını əlindən alınmış qadının çıxış yolu axtarır və böyük bir boşluğa düşür. Psixoloq bildirir ki, belə hallarda qadının sosial şəbəkələri üst tutması bəziləri tərəfindən əsas günah kimi göstərilir. Lakin bu problemin yalnız nəticəsidir. Bu zaman o, TikTok və başqa sosial şəbəkələrdə müxtəlif insanlarla ünsiyyət qurur, hətta uşaqlarını və ərini ataraq evdən qaçır. Burada insanlar tərəfindən günahkar telefon hesab olunsa da, o sadəcə ağılsızlıq bir qismin qadının çıxış yoludur. Canını qurtarmağın yolunu bu cür hesab edir. Əgər kişi və ya qadın vaxtında ailəyə hörmətlə yanaşıb zor tətbiq etməsə, normal dialoq qursa, bir çox faciələri öncədən önləmiş olur. Nə yazık ki, bu baş vermir. Əvəzində sevgi hesab etdikləri hisslər ölür. Əsl insanın xarakteri üzə çıxır və dözümsüz tərəflərdən biri uzaqlaşmaqla ailəni sonlandırır. Ekspert hesab edir ki, ailəni qorumağın yolu qarşılıqlı sevgi və anlayışdan keçir. Evliliyi qorumağın yolu qarşılıqlı sevgi və anlayışdır ki, bunun olması üçün isə gərək cütlüklər bir-birini yaxşı tanısın və insanı olduğu kimi sevsin. Evlənənədək xarakterində olan bütün mənfi və müsbət keyfiyyətləri bildirsin. Əks halda maskalanmış insan evlilikdə özünü büruzə verir və evliliyin sonlanması ilə nəticələnir. Sevən insan səbr edir. Sevməyən isə olan çətinliyi işgəncə hesab edir, qaçır. Ən önəmlisi isə ailə quracağınız insanı doğru seçin. Uğurlu seçim, xoşbəxt ailə, travmasız uşaqlar, normal cəmiyyət deməkdir. Dilbər Vüqar qızı, Bölgə TV.